kilometrlərlə yol gedir Peyğəmbərimiz, hadisələrdən biridir. O vaxtın istisi də indiki kimi isti olmuyor. Qat-qat artır olur. İsti bir tərəfdən, piyada bir tərəfdən Peyğəmbərə hətta daş atırlar, dişini sındırırlar. Zülümdür də bunlar hamısı. Peyğəmbər əlini tutur ki, qanı yerə düşməsin, Allah yeri göyü dağıdar. Deyir həmin anında Peyğəmbərə, cavanlardan biri düşmən cavanlardan. Peyğəmbərə baxır, Peyğəmbər başını çevirir, bir neçə saniyə ona baxır. Baxmağı ilə həmin insan Əşhədü ən la ilahə illallah, kəlmə-i şəhadət gətirir, İslamı qəbul edir. Təsəvvür edin, o boyda kilometrlərlə yol gedəsən, isti vura, sənə zülm eləyələr, susuz olasan, az olasan, dişivi də sındıralar, bircə nəfərin hidayəti üçün Peyğəmbər əllərini açır, Allaha elə şükür eləyir ki, elə bir bütün dünya hidayət olur. Ona görə Allah Teala deyir, ya Rasulallah, biz bu Quranı göndərmədik ki, özünə zülm eləyəsən. Yəni, sən çatdırdıqlarını, biz dediyimizi çatdırdın, biraz başa saldın, gördün ki, sənə inanmırlar, iman gətirmirlər, özləri bilərlər, çox da özünü öldürmə. Hərisun əleykum deyir Quran-ı Kərim, o sizə hərisdir. Həris sözün hamımız bilirik də mənası. İnsan məsələn, adətən mənfi mənada işlənir. Dünyaya həris, vəzifəyə həris, pula həris. Həris yəni özünü öldürür, bütün varlığı ilə çalışır ki, onu əldə eləsin. Amma Peyğəmbərə Allah Teala Quran-ı Kərimdə yaxşı mənada deyir, insanlara həris. Yəni özünü öldürür ki, onları çəksin haqqa tərəf.